Selam, hürmetli izleyiciler. Vatandaşlar sual verir ki, oğlumun, kızımın 18 yaşında oldu, sosyal yardım kesecek mi? Veya sual verirler ki, biz hazırda kiraya kalır, evin su sayılacak, gaz sayılacak, ışık sayılacak, bir yerde ev yazıda işleri, biz de işleri, başkaları da işleri, bize sosyal yardım verirler mi? Veya sual verirler ki, ben sürücü vesikası almak isteyen sosyal yardım alabilir mi? Yoksa sosyal yardım kesecek mi? Aynı zamanda sual verirler ki, yaşa göre, evliye göre pensiyon alan sosyal yardım alabilir mi? Veya sual verirler ki, eve kamisi geldi dedi, evde yoksunuz. Yani internet yazdı böyle ne edek? Bütün bu sorulara ben hukukçunun sağ seyircilerine cevap vereceğim. Eğer sana da maruzsa bu video sonuna kadar bak her şey aydın olsun. Ama evvelceden hürmetli izleyiciler sizden xahiş ederim. Videonu beğenin, YouTube kanalına abone olun ki benim əziyyətim hədə gelmesin. Aynı zamanda geri gelmiş ki eviyle bağlı dedim. Ben özümde evi olan şəxsən birinci kupayla yani ev arabasındayım. İstəyən bir yer götürün, o da ev dostlarımı işten satın. Hem de hukuk məsləhəti verin. Bunun için hamımızı bir kampanya davet edirəm. Kampanya neden ibarətdir? Sadece bu videonu beğenin, YouTube kanalına abone olun ki YouTube bana ödeniş etsin, ben bunu hayata geçirebilirim. Bir beğenme, bir köpü değerli hesabına. Gelin hesabımıza bu videoda 1000 beğenme, bir 500 de abone yığaq en azından hürmetli izleyiciler. Beğenin keçdim özüye. Eğer sizin uşağınızın 18 yaşından olsa, bunun bir nesi yolu var. Birinci yolu, mütləq qaydada evli olan şəxs olsa işləməlidir. Veya təhsil almalıdır, oxumalıdır. Eğer onu da bacarmasa, eğer əskər gedirsə, o halda yani sosyal yardım verecek. Aynı zamanda sizden kalmasa başka yer kötüyse o halde da sosyal yardım vereceğine nəzərə alın. Hörmətli izləyiciler. Mesela budur. Açıq adı ev yaşından bir yerde kalırsınızsa, o halda sayılır umumi yazılsa hem size, hem ev yaşına, hem başkalarına. Burada böyle bir mesele var. Nəzərə alın ki, adam başı sosyal yardım alması minimum ihtiyacı meyranın 15%'dən artıq olabilməz. Yani ki, her hazırda 42 manat 75 köpükdən artıq olabilməz. Həm işıq, həm su, həm qaz, həm rabitə xərcləri nəzərə alın. Hörmətli izləyicilər. Əsas məsələdən biri bu. Eğer o kvotanı keçmişsə, mütləq qaydada, yəni ki, hörmətli izləyicilər. Yəni sosial yardım alabilirsiniz. Yox, keçirsə, mütləq qaydada eğer bir evdə qalın ki, yəni sizin su sayılacaq, qaz sayılacaq, işıq sayılacaq ayrıca olsun. Hörmətli izləyicilər, nəzərə alın. Bir məsələ də bu. O çıxardı sürücü vəsiqəsi almağa hörmətli izləyicilər. Heç bir məhdudiyyəti yoxdur. Sürücü vəsiqəsi ala bilirsiniz. Ama burada bir məsələ var. Avtomobil etibarnaməni idarə etdirsə veya texniki pasportuna idarə etdirsə, o halda size sosyal yardım verilmeyecek. Ama onu da qeyd edin ki, eğer avtomobil adınıza olsa veya etibarnaməni olsa, etibarnaməni vərəqləmişsinizsə, 12 ay gözləməlisiniz ki, sosyal yardım alırsınız. Ama burada bir ince məqam var, onu qeyd edirəm. Birinci məqam ondan ibarət ki, eğer siz sürücü işləyirsinizsə, yol vərəqəsindən işləyirsinizsə, orada heç bir problem yoxdur. Yol vərəqəsi yəni notarial sənəd kimi qeydiyyata düşmür. Nəzərə alın, hörmətli izləyicilər. Əsas məsələdən biri bu. Veya avtomobil sahibi ise avtomobil ev arasında genel davranış istiyor. Ondan yok. Ümumiyyətlə bütün emlakın idarə olması için mülki davranış isteyen bir şey var. Etibarname diyen bir şey var. Onu verirlerse başın etibarname. Onu verirlerse onda da problem yoktur. Orada avtomobil qeyd olunmur. Nəzərə alın. Umumi emlak qeyd olunduğuna göre yani orada problem olmur. Hörmətli izləyicilər. Əsas məsələdən biri də budur. Nəzərə alın. Mütləq qeyd edin. Özürlü sayım ve soru deyip hisse videonu çəkəyəm. Və digər məsələ ondan ibarət ki, hər dövlət sizə avtomobil veribsə, məsələn bir evli olan şəxs kimi, məsələn indi hal-hazırda Qarabağ əlvərindən verilməlidir, belə götürəndə Qarabağ əlvərindən, Qarabağ Əfqanistan əlvərindən, Çayının bu əlvərindən verildi, indi hal-hazırda xəbərin yoxdur, hörmətli izləyicilər. O şəxslər əgər verirsə dövlət, o halda da nələr alın ki, əgər dövlət verirsə,
O halda da yəni ki, sosial yardım verilməlidir. Mütləq qaydada, hörmətli izləyicilər. Bir məsələdir bu. O ki qaldı evli görə, yaşa görə pensiya alırsınız, sosial yardım ala bilərsinizsə, bəli, mütləq ala bilərsiniz. Buna bir məhdudiyyət yoxdur, amma orada da bir incə məqam var, onu qeyd edirəm. Diqqətlə baxın, zəhmət olmasa. Sosial yardım bir nəfərə verilmir. Ümumi ailəyə verir. Yəni siz 50 olan şəxssə və yaxud yaşa görə pensiya alırsınızsa, ailə üzvlərinizdə yəni sosial yardıma ehtiyacı olan şəxslər varsa, bəli, ala bilərsiniz, heç bir problem yoxdur. Eyni zamanda onu qeyd edin ki, hörmətli izləyicilər, vətəndaşlar deyir ki, bəs gəldi komissiya baxdı, gördü, evdə yox, çıxdı, getdi, imtina verdi. Və ya bir halda əsas məsələni nəzərə alın. Yəni sağ vaxtı belə götürür öz adına, yəni müraciət edir sosial yardım üçün. Sonra da gəlir və görür evdə yoxdur, imtina verir. Ona görə də yəni ki, evdə kim varsa onun adına müraciət edin. Məsəl üçün sizin xanım evdədirsə, onun adına müraciət edin sosial yardım üçün. Yəni gələndə görsünlər ki, evdə adam var, həmin şəxs evdədir. Əsas məsələdən biri də budur. Nəzərə alın, mütləq qaydada. Hörmətli izləyicilər. Vacib deyil ki, mütləq ev ərzinin, yəni belə kişinin adına olsun, arvadın da adına ola bilər və yaxud da valideynlərin adına ola bilər, pensiya almağına baxmayaraq və yaxud da evli olmağına baxmayaraq. Nəzərə alın, ümumi ailənin vəziyyətini nəzərə alın orada. Hörmətli izləyicilər. Sonunda bir daha xahiş edirəm sizə. Kimin nə sualı varsa, başlığa səslə göndərsin. Baxa bilmirəm, başqa yerdə olan ona görə. Səslə göndərin, dönüş edəcəm. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsləhətin verilməsi, eyni zamanda əyani hüquq məsləhətin verilməsi 10 manatdır. Əgər zərərin yazılmasısa 50 manat. Bu hüquq məsləhətinlə bağlıdır. Yəni məhkəmə işlərinə bağlı, iddia ərizəsinin yazılması, digər işlərlə bağlı ərizələrin yazılmasıdır. Hörmətli izləyicilər, nəzərə alın. Və onu da qeyd edin ki, eyni zamanda mənim 2000-dən artıq şotla birlikdə videolarım var. İstər sosial yardımla bağlı olsun, istər pensiyanla bağlı olsun, istər müavinətlərlə bağlı olsun, istər digər ödənişlərlə bağlı olsun, istər vərəsəyi ilə bağlı olsun, istər mülkiyyət bölgəsindən bağlı olsun və əmlakın belə deyək, rəsmiləşdirilməsindən bağlı olsun və digər məsələlər olsun. Hörmətli izləyicilər, tanış ola bilərsiniz. Sizdən yenə xahiş edirəm, hörmətli izləyicilər. Bu videonu bəyənin, YouTube kanalına abunə olun ki, YouTube mənə ödəniş etsin, hörmətli izləyicilər. Əsas məsələdən biri budur, mütləq qaydada. Yəni ki, heç olmasa havayı məsləhət alırsınızsa, siz bəyənin, sizin yerinizə YouTube ödəniş etsin. Bir bəyənmə təxminən bir köpük dəyərində hesablanır, hörmətli izləyicilər. Hərənin evində 2-3 telefon var. Göndərin bir-birinizə. Yəni bəyənim qoy getsin, hörmətli izləyicilər. İmkan daxilində aktiv olaq. Diqqətinizə görə çox sağ olun. Abunə olmağı unutmayın. Sağ olun. Sağ olun.